Hörmətli mühasiblər və vergi mütəxəssisləri, hər birinizi salamlayıram. Bildiyimiz kimi 2026-cı ildə vergi məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr edilmişdir. Bu dəyişiklik və əlavələr hər birimizə məlumdur. Ancaq dəyişikliklərin içərisində vergi məcəlləsinin 114-cü maddəsinə, amortizasiya qaydalarında da müəyyən bir dəyişikliklər mövcuddur. Bu dəyişikliklər üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilər üçün keçərlidir. Belə ki, vergi məcəlləsinin 114-cü maddəsinə əsasən üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri düz xətt metodu ilə amortizasiya həyata keçirmək hüququna malikdirlər və düz xətt metodu ilə amortizasiya aparan vergi ödəyiciləri hansı qaydada amortizasiya xərclərini öz gəlirlərindən çıxacaqlar? Bu barədə mənim vergilər azda bir məqaləm də dərc olunubdur və bu məqaləni də oxuya bilərsiniz ətraflı şəkildə. Və eyni zamanda mən bunun video format şəklində də müəyyən izahını sizə təqdim etmək istəyirəm. Qeyd olunur ki, düz xətt metodu ilə amortizasiya və təmin xərclərinin gəlirdən çıxılması. Bununla bağlı vergi məcəlləsində fərqli qaydalar müəyyən edilmişdir. Deməli, vergi məcəlləsinin 114-cü maddəsinə əsasən üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri öz əsas vəsaitlərini düz xətt metodu ilə amortizasiya etmək hüququna malikdirlər və il ərzində onlar bu metoddan birini seçə bilərlər. Yəni, mövcud metoddan birini seçə bilirlər. Yəni, ya azalan qalıq dəyəri ilə və yaxud da ki, düz xətt metodu ilə amortizasiya həyata keçirə biləcəklər. Və 114.3-1-ci maddəyə əsasən əsas vəsaitlər və kapital xarakterli xərclər üzrə amortizasiya normaları təqdim olunmuşdur. Və bu normaları mən sizə təqdim edirəm, müxtəlif illər üzrə bölünmüşdür. Məsəl üçün 14 il, 11 il, 29 il və s. Yəni, əsas vəsaitdən kapital xarakterli xərcdən asılı olaraq amortizasiya normaları illərə uyğun təyin olunur. Gəlin ilk növbədə düz xətt metodu ilə bir amortizasiya həyata keçirək. Daha sonra isə həmin vergi ödəyicilərinin əsaslı təmir xərcləri hansı qaydada gəlirdən çıxılır, ona baxalım. İlk növbədə qeyd edək ki, vergi ödəyicisi ilkin dəyəri 70 min manat olan avadanlıq əldə etmişdir. Və vergi məcəlləsinin 114-cü maddəsinə əsasən avadanlıqlar üzrə amortizasiya norması 14 il müəyyən edilmişdir. Düz xətt metodu ilə uçot aparan vergi ödəyiciləri amortizasiya ayırmasını hansı qaydada hesablayacaqlar? Bu halda əsas vəsaitin ilkin dəyərini onun amortizasiya normasına bölməklə amortizasiya ayırmasını hesablaya biləcəklər. Yəni 70 min manat 14 ilə bölünməklə 5 min manat amortizasiya xərci təyin olacaq. Və növbəti ildə də eyni qaydada həmin əsas vəsaitin növbəti ildə qalıq dəyəri 65 min manat olacaq və istifadə müddəti 13 il kimi qalmış olacaq və amortizasiya ayırması hesablandıqda 65 min manat 13 ilə bölünməklə yenidən 5 min manat amortizasiya xərci təyin ediləcək. Bu düz xətt metodu ilə amortizasiya ayırmasının hesablanması qaydasıdır və illər üzrə də əsas vəsait həmin qaydada amortizasiya olunur. Ancaq düz xətt metodu ilə uçot aparan, amortizasiya hesablayan vergi ödəyiciləri əsas vəsaitlərinə əsaslı təmir xərci çəkərsə və ya cari təmir xərcinin məbləği vergi məcəlləsi əsasında müəyyən edilmiş normadan artıq olarsa, bu halda nə baş verir? Gəlin buna baxaq. Deməli, ilk növbədə vergi məcəlləsinin maddəsinə əsaslanaq qeyd edirik ki, vergi məcəlləsinin 114.11-cü maddəsinə əsasən düz xətt metodu ilə illik amortizasiya məbləğləri həmin əsas vəsaitlərin ilkin dəyəri onların vergi məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olmuş istifadə müddətinə bölünməsi yolu ilə hesablanır. Bu metodun tətbiqi zamanı
əsas vəsaitlər üzrə bu məcəllələrin 115.9-cu maddəsi ilə müəyyən edilmiş əsaslı təmir xərcləri və cari təmir xərclərinin məhdudlaşdırılmadan artıq olan hissəsi onların ilkin dəyərinə əlavə edilir və bu qaydada formalaşan ilkin dəyər əsas vəsaitin bu məcəllənin 114.3-1-ci maddəsi ilə müəyyən edilmiş istifadə müddətinə bölünməklə əldə olunan məbləğ əsas vəsaitin təmir olunduğu ildən etibarən hər il üzrə bərabər hissələrlə gəlirdən çıxır. Deməli, bu maddəni oxuduqda burada əsasən başa düşdüyümüz hissə ondan ibarətdir ki, əsas vəsait üzrə çəkilmiş əsaslı təmir xərci əsas vəsaitin qalıq dəyərinə yox, ilkin dəyərinə əlavə edilməlidir. Ən birinci buna diqqət yetirmək lazımdır ki, yəni adətən biz məsələn təmir xərclərinin normadan artıq olan hissələrini əsas vəsaitin qalıq dəyərinin üzərinə əlavə edirdik və yenidən amortizasiya hesablayırdıq. Amma artıq bu qaydalara əsasən düz xətt metodu ilə uçot aparan vergi ödəyiciləri təmir xərclərini normadan artıq olan məbləğini və yaxud əsaslı təmir xərclərini əsas vəsaitin ilkin dəyərinə əlavə etməli olacaqdır. Və daha sonra həmin ilkin dəyər əsasında alınmış məbləğ əsas vəsaitin 114.1-ci maddəsində müəyyən olunmuş istifadə müddətinə bölünməli olacaq. Gəlin, buna uyğun bir misal göstərək. Məsəl üçün, ilkin dəyəri, vergi ödəyicisinin ilkin dəyəri 70.000 manat olan avadanlığı vardır. Və o, əvvəlki ildə artıq bir illik amortizasiya həyata keçirmişdir. Və onun amortizasiyası 5.000 manat olmuşdur. Əvvəlki il üzrə amortizasiya hesablamış və 5.000 manat amortizasiya xərci olmuşdur. Və təbii ki, əvvəlki ildə amortizasiya ayırması 5.000 manat olubdursa, cari il üçün avadanlığın qalıq dəyəri 65.000 manat olaraq qalacaqdır. Ancaq cari ildə avadanlığa 9.000 manat əsaslı təmir xərci çəkmişdir. Bu halda çəkilmiş təmir xərci gəlirdən necə çıxılır? Və biz amortizasiyanı necə hesablayacağıq? Buna nəzər salın. Vergi məcəlləsinin deməli 114.11.3-cü maddəsinə əsaslansaq, qeyd etdiyimiz kimi çəkilmiş əsaslı təmir xərci əsas vəsaitin ilkin dəyərinə əlavə edilməlidir. Yəni biz yenidən qayıtmalıyıq, əsas vəsaitin ilkin dəyərini müəyyən edirik ki, ilkin dəyər 70.000 manat. Və həmin əsas vəsaitə çəkilmiş əsaslı təmir xərcini, yəni 9.000 manatı əsas vəsaitin qalıq dəyərinin üzərinə əlavə etdik. Daha doğrusu ilkin dəyərinə əlavə etdik. Və artıq bu məsələ üzərində formalaşan dəyərimiz 79.000 manatdır. Və həmin maddənin davamına əsasən alınmış formalaşan dəyər əsas vəsaitin 114.3-1-ci maddəsində göstərilən istifadə müddətinə bölünməlidir. Yəni, avadanlıqlar üzrə həmin maddədə göstərilən istifadə müddəti 14 il, yəni norma 14 il müəyyən olunur. Deməli, biz aldığımız məbləği, yəni 79.000 manatı 14 ilə bölməliyik və burada alacağımız məbləğ 5.642 manat, deyək ki, 80 qəpik. Və davamında da qeyd olunur ki, həmin bu dəyər, həmin bu alınan dəyər əsas vəsaitin təmir olunduğu ildən etibarən hər il üzrə bərabər hissələrlə gəlirdən çıxır. Yəni biz aldığımız 5.642 manat 80 qəpik əsas vəsaitin təmir olunduğu ildən etibarən bərabər məbləğlərə bölüşdürüb gəlirdən çıxmalıdır. Və həmin bizim əsas vəsaitimiz üzrə təmir xərci cari ildə çəkilib, yəni əsas vəsaitin alındığı ildən bir il keçdikdən sonra təmir xərci çəkilibdir, deyək ki, və onun təmir xərci çəkildiyi ildən etibarən 13 il müddəti qalmışdır.
13 il müddət qaldığına görə biz aldığımız məbləği 13 ilə bölməklə gəlirdən çıxılan hissəni təyin edəcəyik. Və 13 ilə bölürük, həmin bu çəkilmiş təmir xərcini 434 manat, misal üçün 6 qəpik tapır. Bu məbləğ 13 il ərzində gəlirdən çıxılacaq. Yəni biz hansı ki 5642 manat 80 qəpik məbləğ almışdıq ki, həmin məbləği 13 il ərzində bərabər hissələrə bölüb gəlirdən çıxacaq. Və eyni zamanda bizim avadanlığımızın qalıq dəyəri 65 min manat olaraq təyin olunmuşdur bu il üçün. Və biz avadanlığımız üçün amortizasiya ayırmasını təyin edəndə 65 min manatı 13 ilə bölməli olacaq. Yenidən bizim amortizasiya xərcimiz 5 min manat olaraq təyin olunacaq. Və nəticə etibarilə hansı ki bu əsas vəsaitimizə əsaslı təmir xərci çəkəriksə, il ərzində gəlirdən çıxılan cəmi xərclərimiz 5000 manatla 434 manat 6 qəpiyin cəmi olacaq. Yəni nəticədə 5434 manat 6 qəpik gəlirdən çıxılan xərc göstərə biləcək. Bu ən düzgün metod sayılır və əgər biz əsas vəsaitimizə əsaslı təmir xərci çəkəriksə və bu qaydada gəlirdən çıxarıqsa, o halda düz xətt metodu pozulmuş hesab edilmir. Amma əgər əks halda biz əsaslı təmir xərcimizi əsas vəsaitin qalıq dəyərinin üzərinə gəlib təmir xərci hesablasaq, bu halda biz düz xətt metodunu pozmuş olarıq. Bu qədər.